Millət vəkilləri, media nümayəndələri, qonaqlar, hörmətli Sabiq xanım, mən də sizi uğurlu səfərlər münasibəti ilə təbrik edirəm. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilib. Regional və beynəlxalq mövqələrini getdikcə möhkəmləndirib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici səfərləri, keçirdiyi görüşlər dünyada dialoqun inkişafına, sabitliyin möhkəmlənməsinə töhfələr verməkdədir. Bu səfərlər, müxtəlif beynəlxalq tədbirlər, həm də qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələr ölkəmizə Prezident İlham Əliyevə xüsusi ehtiram və hörmət birmənalı ifadə edir. Eyni zamanda dövlət başçısının bölgələrimizə mütəmadi səfərləri regionların yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərinin biri də qeyri-neft sənayesinin inkişafıdır. Ölkə rəhbərinin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Məlum olduğu kimi, Zaqatala rayonu Azərbaycanın ən məhsuldar aqrar ərazilərindən biridir. Xüsusilə fındıqçılıq və meyvəçilik bu rayonun əsas gəlir mənbələrindəndir. Son illərdə isə fındıq istehsalı ölkəmiz üçün ixrac potensialına görə strateji əhəmiyyət daşıyır. Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, bu gün diqqətinizi kənd təsərrüfatı sektorunun ən ciddi təhlükələrindən birinə, Qəhvəyi mərmər bağızlarına yönəltmək istəyirəm. Son illərdə bu zərərverici Zaqatala rayonunda da geniş yayılaraq meyvə-tərəvəz, fındıq, çay və qarğıdalı sahələrinə ciddi ziyan vurur. Bunun nəticəsində də fermerlərin məhsuldarlığı azalır, məhsulun ixrac keyfiyyəti pisləşir və bununla da qeyri-neft sektoruna zərər dəyir. Gürcüstanda Azərbaycana yayılan Qəhvəyi mərmər bağızlığı bugün təkcə kənd təsərrüfatına deyil, həmçinin insanların gündəlik həyatına ciddi problemlər törədir. Böcəklərin yaşayış evlərinə dolması yerli sakinlərin narahatlığını artırıb. İnsanlar bu vəziyyəti həm sağlamlıqlarına, həm də təsərrüfatlarına real təhlükə hesab edirlər. Qəhvəyi mərmər bağızlığı eyni zamanda ekoloji balans üstündə ciddi təhlükə mənbəyi hesab olunur. Bu zərər verici 300-dən çox bitki ilə qidalanır ki, onların da 100-ə yaxın növü Azərbaycan florasında mövcuddur. Qəhvəyi mərmər bağızlığının törətdiyi ziyan təkcə iqtisadi mənafə ilə məhdudlaşmır. Bu həm də ekoloji, həm kənd təsərrüfatı, həm də sosial müstəvidə problem yaşadır. Məlumat üçün qeyd edim ki, 2010-cu ildə ABŞ-da 33 ştatda qəhvəyi mərmər bağızının vurduğu ziyan 21 milyard dollar olmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Ekoloji və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən mübarizə tədbirləri aparılsa da, görülmüş işlər siyarətlənmənin qarşısının alınması üçün kifayət etmir. Ona görə də qəhvəyi mərmər bağızlığı ilə mübarizə prioritet məsələyə çevrilməli, yalnız mövsümü tədbirlərlə deyil, sistemli və davamlı yanaşma ilə aparılmalıdır. Əgər biz bu mübarizəyə vahid yanaşma ilə, elmi əsasda və ictimai dəstək ilə yanaşsaq, həm məhsulumuzu, həm torpağımızı, həm də regionlarımızın iqtisadi gələcəyini qorumuş olarıq. Diqqətinizə görə sağ olun.